Mən skalpeli götürdüm. Başlayaq. Ağrı falan olsa xəbər edirsiniz bizə. Həyəcan varmı? Həyəcan. Biraz həyəcan var. Ağrıdan qorxursunuz yoxsa nəsə biz kəsəcəyik, dağıdacaq ondan mı qorxursunuz? Hələ heç nə bilmirsiniz. Baxaq, əməliyyatımıza başlayaq. Pasiyentin bu tərəfdə 3 dişi yoxdur. Bu 4-cü dişli, 5-ci, 6-cı və 7-ci dişləri yoxdur. Burada 3 dişi bərpa eləmək üçün 3 ədəd implant nəzərdə tutmuşuq. Çünki qısa implantlar gedəcək. Bura maksimal 7 mm-lik implantlar eləyəcək o səbəbdən. Bu tərəfdə isə bu 4-cü dişli, 5-ci və 6-cı dişləri yoxdur. 7-ci diş var, bir də 8-ci diş ağıl dişli. Ağıl dişini çəkəcəyik. Bu hissədə isə 2 implant qoymaqla 5-ci və 6-cı dişləri bərpa eləmiş olacağıq. Yandan da baxsaq görərik ki, kənar dişlər, bu arxa dişi görürük ki, bu əyilib gəlib qabağa. Gələcəkdə ola bilər ki, bu dişə ayrıca bir qapaq lazım olsun. Çünki burada bir qara üçbucaq əmələ gəlir ki, orada qida yığıntıları ola bilir. Sümük, ümumi sümüyə baxsaq, sümüyümüz üstdən nazik görünür. Rentgende də baxsaq, dişlərin çəpliyini görərik ki, arxa dişlər, sağ tərəfdə arxa diş əyilib gəlib qabağa. Sümükdə də üst prizma şiş görünür, amma aşağıya doğru, sinirə doğru getdikcə artıq bir qalınlaşmalar görürük. Başlayaq, bir soruşar görüm, qorxu var mı? Qorxu var. 4,5 qalınlığıdır implantın. 7 mm uzunluğudur. Burada tişi level değil, bone level, yani sümük səviyyə implantı. Agresif yivli bir implantı. Yenə 4,5 mm qalınlığıdır. 7 mm isə implantın uzunluğudur. ...4 mm yarım diametr, 7 mm uzunluq. Yenə eyni tərzdə 3-cü implantımızı oraya bağlayacağıq. Üç ədəd paralel şəkildə implantlarımızı buraya yerləşdirdik. İndi buranı bağlayacağıq. Tikəcəyik. Bu 4-cü dişdir, 5-ci dişin yeri, 6-cı dişin yeri, 7-ci dişin yeri. Hər birində bunlar ikisi bu mental dəliyə söykənib. Buradan çıxan sinir var bir ədəd. Bu sinirə gəlib söykənib. Bu isə arxada aşağı alveolar sinirə söykənib. Bunda birazca 1 mm qədər yerimiz qalıb. Qapaqcı vidalarını bağlayırıq. Sinirə söykənib dayanır. Sinirin belə deyək, üst kompakt sətinə, üst kompakt hissəyə söykənib dayanır. Bu hissəni tamamlamış olduq. Ağrı var mı? Ağrı hiss eləmirsə, keçək mi o bir tərəfə başlayaq? 2 dəqiqə fasilə. 2 dəqiqə fasilədən sonra başlayaq. Pasiyent istirahət eləyir. Həmişə ümumiyyətlə bir neçə tərəf olarsa ağrısı, aşağı ayrı, yuxarı ayrı, sağ ayrı, sol ayrı. Biz bir tərəfi qutarandan sonra pasiyentdən soruşuruq, digər tərəfə keçə bilərikmi? Yəni ağrı hiss eləmir, özünü narahat hiss eləmir, heç bir şey hiss eləmirsə keçirik. Adətən də həmişə də keçirik. Biz heç belə yarımçıq olan olmadı. Pasiyent həmişə deyib ki, hə elə. Hə? Keçək deyir, hə. Çünki başlayanda çoxsu qorxur, elə bilir ki, elə bir tərəf eləyəcək, sonra o birsin. Elə işləyənə deyirlər o birsin deyil. Sizdə də keçək də, hə? Yaxşı. 4 mm qalınlıqdır, 7 mm uzunluqdur. Hər tərəfdən sümük içindədir. Bundan nazik implant bu hissəyə olmaz, qırılar. Bundan qalını da artıq sümükdən çox kənara çıxacaq. Və bundan aşağıda itələməyimiz implantı artıq sinirə toxunacaqdır. Yenə 4 mm qalınlıq, 7 mm uzunluq. Diş implantını yerləşdiririk buraya. İki ədəd implantımızı paralel şəkildə buraya yerləşdirmiş olduq. Bu dişlərə paraleldir. Arxa diş əyildiyi üçün, qabağa əyildiyi üçün burada dediyim kimi bir üçbucaq əmələ gəlmə ola bilir. Bunu gələcəkdə qapaqla bərpa edəcəyik. İmplantlar hər tərəfdən paraleldir. Belə də baxsaq paralel, belə də baxsaq paraleldir. Yerləşmə yerlərinə baxsaq tamamilə hər tərəfdə sümüyün içində rahat şəkildə bağlanmışdır. Qapaqcı vidalarını bağlayaq. Digər implantın da qapaqcı vidası bu 6-cı dişin yerindədir, 46 nömrəli. Qabaqdakı isə 45-dir. Nömrələr yəni buradan sayında 1, 2, 3, 4, 5, 6-cı diş belədir. Bu da 7-ci dişdir. Əməliyyatımız bitdi.
Bu tərəfə 2 ədəd implant qoyduq. İndi buradan ağıl dişini çəkəcəyik. Onunla da işimizi tam bitirmiş olacağıq. Ağrı var. Ümumilikdə əməliyyatımız bitmiş oldu. Bağlayırıq, sıxırıq. Sıxırıq. Aha, keçmiş olsun. Biraz saxlayırıq belə 15 dəqiqədən sonra tullayacağıq. Əməliyyatımız bitmiş oldu ümumi. Cərrahi zalda 5 ədəd implant qoyduq, 1 ədəd ağıl dişi çəkdik. Ümumi işimiz bitmiş oldu. Ağrı oldu mu hər gün? Ağrı o qədər olmadı. Belə O qədər gözləmirdim. deyəndə nə qədər oldu ki? Biz diş çəkdirəndə belə ağrımırdı. Yox. Diş çəkdirmək daha bundan çətindir. Belə nəinki Diş implant çəkdirmək qədim. bundan daha çətindir. Yox, deyirsə ki, ağrı o qədər də olmadı. O qədər olmadı deyək ki, Heç o ağrım burada oturmaq 2 saat adamı yorur. Belə amma heç ağrı olmadı. belə ağrı olmadı. Sinirə çox yaxın idi. Ona görə biraz yavaş işlədik. Kontrol rentgenlərdən çıxartdıq, elədik. Bunlar vaxt aparan bir şeylərdir. Ona görə biraz zaman uzamış ola bilər. Ümumi bəs ilk gələndə qorxunuz, indiki bu fərq var, yoxsa ilk gələndə nə təcrübəsini deyiləsiz? Yəni çox məncə heyecanlı idiniz də birinci gələndə. Biraz heyecanlı idim mən. İndi bəs İndi rahatam. dəyməz də ona, ha? Ya dəyməz. Ağrıdan qorxanlara nə deyirsiniz? Abi heç bir şey yoxdur. Gəlsinlər, implant İşlərini etdirsinlər görsünlər, ha? dişlərini. Mübarəkdir, sağlıqla.